Когда-то этот дом был полон людьми, а теперь опустел. Я есть доверенное лицо от моего господина Гаджи Зейналабадина Тагилова и посланец его генералу Шараблинским с предложением об их согласии просить руки их дочери Софьи. Şimdi ne dersiniz? Biraz hürmetimiz var, ne niyaj? Tökeyi yere. Четвертая скважина в Балаханах перестала давать нефть. Мы планируем закрыть ее. İsmail. Ayacı, sen əvvəldən mənə desəydin ki, mənim torpağımda Rus şkolası dikdirəcəksən, mən heç onda razı olmazdım. Рада знакомству. Her gün taze bir şey çıkarırsın. Ahmaklık de bu. De ya. Sabah ne yiyeceksin? Atayla kölle gelme. Hacının bu təklifi bizim valideynlərimizi təəccübləndirdi və hətta qəzəbləndirdi. Sen hamını ispat edirsən bəslə! Kes sesini. Axı mən sənin oğlunam. Niyə mən bütün bunların hamısını kənardan işdirəm?